təcərrətdə yaşayırıq. 6 aydan çoxdur, buradan nə toyuq, nə ət, nə yumurta almırıq. Heç bilmirik ki, o nə dəyişikdir. Heç daha mağazin boşdur, girmək də istəmirik. Toyuq, yumurta, ət, heç bir olmur. Bakı broiler fabriki demək, həmişə məlumat verirlər, öz qaydasında işləyir. Amma məhsullar hara gedir, heç kəs bilmir. Gündəlik çıxan yumurtanı gün aşırı maşınlara yükləyib Bakıya ticarət təşkilatlarına göndərmişik. İndi yoxdur, o bizim günahımızdır, biz nə bilək ki. Bu da malı tədarük eləyib birbaşa satış müəssisələrinə göndərən fabrik işçisinin fikri. Bəli, biz bu dəfədə öz adətimizə xilaf çıxmayıb, hər şeyi yerli yerində gözümüzlə görmək, qulağımızla eşitmək qərarına gəldik. Ucar rayon quşçuluq fabriki. Maşallah, göz dəyməsin. 3 il, 5 il əvvəl bolluq dövründə necə işləyirdilərsə, eləcə də davam eləyirlər. Fabrikin baş zootexniki Tahir Əliyev. İlk dəfə yumurtadan çıxan cücələri öz seximizə vururuq. Vurduqdan sonra 120 gün həmin quşları yetişdiririk. Yetişdirdikdən sonra 120 günlükdə müqavilə əsasında Ucar, Göyçay, Ağdaş, Ağsu, Qəbələ və sair təşkilatlara satırıq. Ucardan birbaş Ağdaşa yollanır. Deyirlər doğrunu danan imanın yandırar. Səliqə səhman, işə ciddi münasibət göz qabağındadır. Toyuq cücə də öz yerində. Elə buna görə də quşçuluq fabrikinin sex müdiri Məzahir Əhmədovun dedikləri bizdə qətiyyən şübhə doğurmadı. 11 ayda fabrikimiz planımızı 150 minə qarşı artıq yerinə yetirmişdir. Hər ayda bizim fabrikimiz 5-600 minə qarşı yumurta istehsal edərək Bakı ticarət müəssisələrinə satır. Nə başınız ağrıdır? Buradakı işlərdən də halı olub, üst tutduq Ağsu quşçuluq fabrikinə. Gözümüzlə görüb şahidi olduq ki, müasir texnikanın, qidalı yemin, ən başlıcası isə işə can yandırmağın hesabına fabrik tonlarla quş ətini, minlərlə, 10 minlərlə yumurtanı həqiqətən də birbaşa Bakıya, şəhər satış şəbəkələrinə göndərir. Fabrikin baş mühəndisi Mədaxil Əliyev də bu fikri təsdiq elədi. Bizim fabrikdə 30 min yumurtlayan quş saxlanılır. Bu yumurta quşlardan gündəlik 18 min yumurta istehsal olunur hazırda. İllik planımız 7 milyon 600 mindir. İllik dövlət planının 11 ayda 101% yerinə yetirmişik. Hazırda istehsal olunan yumurtanı da gün aşırı olaraq Bakıda mağazinlərə, ticarət təşkilatlarına göndərir. Vallah billah adam mat-məətəl qalır. Yaxşı, əgər bu deyilənlər doğrudursa, bəs onda şəhərin piştaxtaları niyə bomboşdur? Hanı bəs o toyuq əti? Hanı o qutu-qutu yumurtalar? Bu sirridən agah olan bəzi ticarət təşkilatı rəhbərləri deyə bilərlər ki, nə olsun? Xoruz yox idi, səhər açılmırdı. Bu əlbəttə belədir. İntihası biz də deyirik ki, zəmanə dəyişib, ola bilsin qəfildən iş elə gətirər ki, xoruz olmaz, səhər də açılmaz. Misal üçün, elə Bakı Ticarəti İdarəsinin üzünə, bəli, belə-belə işlər, bu lüt üryan dükanları, piştaxtaları görəndə istər-istəməz adamın qulağına bir səs gəlir. Quqquluqu. О боже, я ушибла бедро. Да чтоб тот, кто кинул этот мусор, бескультурный. То ли дело, Европа. Sizi firma... Bağlı qapını da, gəlsən işimizdən. Çəkərə, qanın qara vaxtı. Nə iş qanın qara bəcim? Nə iş qara da? 5 dəqiqəlik yol üçün 3 saat gözləyirsən ki, qaçın gəlib çıxacaq, saat gəlməmişlər.
Quliyев bayandır. Elmlər namizədi Qasımov Qasım. Ki, eyvdə axı. Bura ictimai yerdir, belə olmaz. Demokratiya deyil, azad vətəndaşam. Ne istəyirəm onu da edirəm. Heç kəsi görmürsən, mən də görməm. Başqaları heç sənə olmaz. Çünki sən ziyalısan. Əcəb işdir. Hamıya hər şey olar, ziyalıya iş nə? Söz güləşdirmədən. Yaxşısı budur, ədəbli ol. Dur, çıx, get. Gedmirə. Apaçım ol. Apatamu. Palaza bürün, ellə sürün. Akşi, bu palaz o palazdan deyil. Yaxşısı budur, dur, çıx, get. Bu da bizim ziyalımız. What cibena? Buranın adı Günəşlidir. Özü də yeni Günəşli. Maşallah, uzaqdan baxanda elə bil New Yorkdur. Yaxınlaşanda isə, ancaq yaxınlaşmaq mümkün olsa, rəhmətli bülbül sağ olsaydı, yeni Günəşliyə yolu düşsəydi, məşhur mahnısını belə oxuyardı. Əcəb qara gündədir mənim vətənim. Bu yolları Hasan düzəldəcəklər. Kim düzəldəcək qardaş? Rüsor davam eləmir buna. Fakışka davam eləmir. Allah haq, özümüz pul yığmışıq, bu traktor tutmuşuq, özümüzdən bir şofirlər düzəlmişik bu yolu. Bu yollara bir dənə kişi bax. Burada dövlət nəqliyyat vasitəsinə NLO deyirlər. Budur, biri düzgün istiqamət götürmədiyinə görə yerə dəyib cızdağı çıxıb. Bir şikayət məktubunun izi ilə gəlib çıxdıq D massivindəki 28 nömrəli binanın təzə həvəs sakini Xuraman Nuqayın bir ətəy pul verdiyi kooperativ mənzilinə. Mən bu evə köçəndə sözün düzü sevinmədim. Çünki qapını açıb içəri görüm bu dəhşətləri ki, mən görəndən sonra inan ki, özüm 2 qat dəhşətə gəldim. Mən evi köçməmişdən hələ 5 ay qabaq getdim evlər briqadırının yanına, namizədin yanına ki, namizəd, gəl bu evə bax ki, turbalar xarabdır, o kişi turba da xarabdır, 9-dan ondan damır mənə. Namizəd gəl mənə dedi ki, demişəm düzəldəcəklər. Axırda mənə dedi ki, deyirəm sözümə baxmırlar da, mən neyniyim? Bu mənim balkonda olan şkafımdır, hanımının polkaları. Bunları niyə yanlış eləyiblər? Bax, mənim bütün ərzağım, bütün bu yeyintim, əşya hamısı qalıb bayırda, paraxojuda, hamısı necə gəldi yığmışam. Maraq üçün bu massivdəki 40 binanın bir neçəsinə də baş çəkdik. Gördük ki, bütün binaların içi də, bayrı da elə bir gündədir. Yeri gəldi, gəlmədi deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Ancaq cidanı çuvalda gizlətmək olmur. Kör kör, gör gör. Bu binada yaşayırıq. Uşaqlarımız bu məktəbdə. Biz bura köçəndən 3 ildir kötmüşük burada, hələ də düzəlməyib. Uşaqlarımızı bax, triada aparırıq, o boy 282-yə səfirliyi çəkirik. Soyuqda, qışda, qarda. Uşaqlar xəstələnirlər. V massivində 10.000 nömrəli avtomat telefon stansiyası 1991-ci ilin iyununda təhvil verilməli idi. Yeni Günəşli ilə vaxt-bi-vaxt əlaqə yaratmaq mümkün olsun. 92-ci ilin başlanğıcında Brigadir Adəm Babayevdən soruşduq ki, sən bilən bu iş nə vaxt başa çata bilər? Dedi, nə bilim ay qardaş, material sardan körlük çəkirik. Qabaqdan qış gəlir, sağlıq olsun, yaza çıxaq, görək nə edirik. Bu binaların sədirləri və Suraxanı rayonu İstehsal İstismar İdarəsinin rəisi Zülfəli Süleymanov sınaq aparırlar ki, bəlkə bu zibilləri heç daşımağa ehtiyac olmasın. Bu da eksperimentdir. Mən Ağayev Faiq Sedəvoğlu, bu 19 nömrə binanın sədriyəm. Mənim əsas gələr güzərim şikayətim o Kamal Sağlıqlı İdarəsindəndir. Hansı ki, bu şikayət hamısı göz qabağındadır. Zülfəli də dedi ki, vəziyyət çətindir, maşın yoxdur. Zibili ətəyimdə daşımayacam ki.